Salam, hər vaxtınız xeyir. Yenə də bugün 30 may 2025-ci il tarixdir. Mən Əliyev İlqar yenə danışmaq istəyirəm, fikrimi çatdırmaq istəyirəm ki, mənim uşaqlarımın anası, əgər bunu ana demək olarsa da, uşaqlarımın bu anası Arifə, bu Arifənin qardaşı Aslanov isə Müzəffəroğlu. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı. Bu Mustafayev Şakir, bunların həm yeznəsi bacısının əri, həm də dayısı oğlu Şakir. Bu Aslanov Boris, bunların əmsi oğlu. Və sair və ilaxır onlarla bunların qohum əqrəbələri əlbir olublar. Mən Əliyev İlqar İsmailoğlu'nun və iki balalarımızın adımıza ölüm şəhadətnaməsi çıxardıblar ki, mən və mənim iki balalarım ölmüş. Ölmüşük, çox yaxşı. Verin bizim ölüm axtını. Və bundan əlavə mən və mənim balalarımın adına ruhi xəstə və psixi xəstəlik kağızı çıxardıblar. Çox gözəl. Onu da verin. Ondan köçəndən sonra, əgər mənlə mənim balalarım ölmüşüksə da, Bənətər ölünün adına ikinci dəfə ruhi psixi xəstə çıxardıbsınız. Xəstənət çıxardıbsınız. Çox gözəl. Hər şey öz yerində məlumdur. Bu Hənifə, İbrahimov Hənifə, bu kənddə kənd icra nümayəndəsidir. Mavinidir, icra nümayəndəsi. Bu da bunlara qoşulub. Bu Mehdi, kənd icra nümayəndəsinin mavini. Bu Fərzəliyev Nurəddin, kənd icra nümayəndəsi. Bu Etibar Məmmədov, kənd icra nümayəndəsi. Və bu Ənvər Mehdinin qardaşı. Bunlar hamısı əlbir olublar. Mənim qeyd etdiyim ki, adıma, mənim və balalarımın adımıza ölüm axtı çıxardıblar. Niyə çıxardıblar? Mənim Göygöl rayonunun Kuçu kəndində yaşayıram. Əslən Qərbi Azərbaycanlıyam. Mən də Göygöl rayonunun Kuçu kəndindəki bax bu evimi sevkib bu hala salıblar. Niyə bu hala salıblar? Mən İlqar bu evdən qızıl tapmışdım. Bir ədəd qızıl samovar, 2 ədəd qızıl kəmər, biri kişi, biri qadın kəməri, bir ədəd qızıl çini, bir ədəd qızıl kasab tapmışdım. Mənim, həmin bax bu isə mənim uşaqlarımın dayısı Beyqiriyyət Beynamsız şəkillərini görkəzdiyim və uşaqlarımın anası və o biriləri ona görə adıma ölüm axtı çıxardıblar ki, mənlə mənim balalarımın. Bu qızılı mənimsəyiblər. Ondan keçəndən sonrasına mən Əliyev İlqar İsmailoğlu'nun Rusiya Federasiyasının Ulyanov şəhərində adıma mənzil olub. Həmin mənzili də Bakı şəhəri, Nərimanov rayonu, İsmail Hidayətzadə küçəsi, ev 49-a, mənzil 15-ə dəyişiblər. Və mənim Bakı şəhəri, Nərimanov rayonundakı mənzilimi də mənimsəyiblər, ələ keçidiblər. Bundan başqa mənim bu Göygöl rayonundakı bax bu evimi və Göygöl rayonunun Qarabulaq kəndindəki evimi həmin o şəkillərini göstərdiyim adamlar əlbir olublar. O kənd icra nümayəndəsi kim ki, bu Fatma, bu yaramaz murdar, ha deyirəm məvədəni danışım, bunu görən kimi əsəbləşirəm, elə hamısını. Buna 80.000, 70.000 euro pul veriblər. Bu özünü təqdim edib ki, daha doğrusu ki, ekspertdir. Çox gözəl. Televiziya kanallarında ekspertlik edir. Qeyri-höteyri hökumət təşkilatının sədriyəm, baş nazirin maviniyəm, prezident aparatında müşavir işləyirəm, kimim. Hər kimsən, Milli Məclisin üzvüyəm deyir. Fatma, sana kim səlahiyyət verib ki, sən rüşvətxorluqla, korrupsiya ilə məşğulsan? Sən və Space televiziyasında Amil Xəlillə aparıcı. Bir də STV kanalında Nigarın verilişində məni döyürsən, söhürsən, təhqir edirsən
və məni öldürtdürürsən, qətlə yetirirsən. 70-80 min, bəlkə də artıq əksik pul alıb məni qətlə yetirir. Niyə Fatma? Kim verir sənə bu səlahiyyəti? Sual olunur. Olunacaq da ki, 70-80 mini bunlar hardan alıb verir? Bəli, mənim qızıllarım. O ki, sadalayıram mənim 3-4 kilo çəkisində qızıl samavarım. 2 dənə qızıl kəmərim, biri kişi, bir qadın kəmərim. Bir dənə qızıl kasam, bir dənə həmin qızılları bu beyqəriyyət, bu beynamuslar, bu uşaqlarımın daisi Peysər, Milli Təhlükəsizlik Nazirinin əməkdaşı Aslanov isə və uşaqlarımın anası. Bax, uşaqlarımın anası, əgər bunlara ana demək mümkünsə. Bunlar və o bəyək şəkillərini göstərdiyim beyqəriyyət, beynamus ana bacılarının, qız gəlinlərinin, oturub siyənlərinin, liftik taxanlarının, tursikinin tumanını, liftiyini hərraca qoğan, nümayiş etdirən, reklam eləyənlər mənim başıma və mənim balalarımın başına boyun arasına, bax bu şalava ilə beraber, bu şuluyuxa, bu bandırca. Fatma, sənin let yazılarım var. Hamısı mənim əlimdə subutdur. Onun hamısını mən sana subuta getirəcəm. Bu da öz yerində. Söyməyəcəm, mədəni danışmaq istəyirəm. Və mənim bu bacım, bu doğma bacım, bax adı Familədir. Bərdə rayonundandır. Bərdə rayonunun Yenidaş kəndində yaşayır. Bu Familə indi bu gün livas giyinib güya ki günahlarını yuyur. Güya yox, elə yumağa çalışır. Familə, sən öz dədəni, bu dədəni, Aliyev İsmail'i, sən Familə və sənin 7 bacın, bir də qardaşınız Əli. Sizin ərləriniz petuxlar, beyqəriyyətlər da əlbir oldunuz. Mənim bu dədəmə sıçan dərmanı verdiniz, qətlə yenildirdiniz. Ay Familə, indi sən libas giyinirsən, hər zad edirsən, günahlarını uyumaq istəyirsən, haca gedirsən, nə edirsən? Xeyr Familə, Allah qəbul eləməyəcək. O getdiyin haclar qəbul eləməyəcək. Bu da belə. Və mən bu Arifiyə demək istəyirəm. Bu hissiyə demək istəyirəm, çatdırılmaq istəyirəm. Arifə, bax bu Arifə, mənim uşaqlarımın anası və uşaqlarımın daisi. Bunların bacıları Tərifə, Kamış, Nanu, Maksim, Kuklabaş, Taxtabaş, Muqavva Maksim və s. və ilə axır. Mənim Qaraymandakı evim hanı? Basarkeçər rayonu, mən əslim Göyçəliyəm dediyim kimi. Basarkeçər rayonunun Qarayman kəndindəki evim hanı Arifə? Aysə, bu bir. Mənim Zaxmis qəsəbəsində, Gəncənin altında yerləşir, İmamzadə yolunun yanında, yaxınlığında. Zaxmis qəsəbəsində qardaşım Maksim o yaşadığı yerdə, Zaxmisdəki mənim 3 otaqlı evim hanı ay Arifə? Aysə, ay Maksim, petuxlar yaramazlar, beyqəriyyətlər. Mənim Gəncə şəhəri, 5-ci mikrorayondakı bir otaqlı mənzilim hanı ay Arifə, hanı aysə? Mənim Rusyan Ulyanov şəhərindəki evim hanı ay Arifə, aysə? Mənim Bakı şəhəri, Nərimanov rayonu, İbrahim İzadədə küçəsiyə 49-a mənzil 15-dəki mənzilim hanı ay Arifə, aysə? Ay Maksimamın bacıları, qardaşları, qohum əqrəbələri. Mənim qeyd etdiyim kimi Qarabulaq və Küçük kəndindəki evlərim hanı? Bax bu evim niyə bu gündədir? Ay Arifə, ay Arifə, bu sənin evindir, ay Arifə, sənin uşaqlarının evidir. Bu, aysə, qeyrətinə tüpürüm, sənin bacının və bacının balalarının evidir. Niyə bu hallıdır? Və mənim, bax bu evdən tapdığım 4 kilogram çəkisi olan qızı samavarım hanı? Arifə ilə isə, bunun qardaş bacıları. Mənim 2 qızıl kəmərim, bir qızıl kasam və bir dənə də qızıl çinim hanı? Bunlardan danışın. Siz beyqəriyyətsiniz. Siz gedib bunun buna pul verməklə, məni öldürtməklə öldürəcəksiniz. Mən ona görə danışıram ki, qoy el o hamı eşitsin bilsin ki, bilin mənim düşmanım kimdir. Nəysə, danışmağa sözüm çoxdur. Sağ olun, hələlik bu qədər. Diqqətinizə görə çox sağ olun.